Salamlar, hər vaxtınız xeyirli olsun. Bugün sizlərlə birlikdə bir anormal video ilə qarşınızdayıq. Bu videomuzda gördüyünüz kimi VR eynəklə, bilmirəm dünyada bəlkə də ilkdir, bəlkə də Azərbaycanda ilkdir, bilmirəm. Yəni bəlkə də dünyada var, bəlkə də Azərbaycanda da var, hətta bilmirəm. Amma ilk dəfədir ki, VR eynəklə nə edirik? Motosikl sürməyə çalışırıq. Normal onsuz da belə deyim, FPS-i aşağı olduğuna görə normal heç sürmək belə çətin olan bir şeyi bir sözlə sosial mediaya baxa-baxa belə də qırğın. Burada belə düzdür. Təbii ki, bu fikir yayındıran məsələlərdir. Və bunu heç vaxt da test eləməyin deyəcəm. Onsuz da heç kim də test eləməyəcəyinə belə deyim, təəccüblənmirəm. Gördünüz ki, bu kameraların yansılamaları elə fərqlidir ki, yəni istər-istəməz bir balaca gördüyünüz kimi şey var. Problem yaşayırıq. İndidən görüntüdə problem var. Təbii ki, sosial mediaya baxa-baxa getməyəcəyik biz. Bunu bağlayırıq. Əsas odur ki, gördüyünüz kimi məsələn idarə edə bilirik. Bax buradan əllərimizlə bax belə basırıq, nəsə çıxır baba. Kodu bağlayırıq, açırıq və yaxud da ki, buradan nə bilim istədiyimiz yerə girə bilirik, sosial mediaya və yaxud da ki, nə bilim, hər şeydə oxşur, idarə eləyə bilirik. Oyun oynaya da gedə bilərik. Bəli. Gəl, bax, bagaj bağla, başla. Hə, gəl biraz qabağa. Dayan. Düz momentində. Sağ ol, sağ ol. Bu niyə bağlanmır? Dayan. Ha, vəsə. Sağ ol. Okey, gördüyünüz kimi burada oynaya da sürmüyorlar və s. Fikirləşirəm ki, navigator olsaydı, navigator qoşmaq olardı, amma navigatorda qoşmaq olmur. Nəysə, bir sürü şeylər görək nə var da burada. Burada bizi yansıda bilər, ona görə biraz sağ-sol baxaq gedək. HUD da bu önümüzdə gedir. Notification gələndə bir üstünlüyü odur ki, notification gələndə orada görə bilirik. Əlimizlə də idarə edə bilirik, yoxsa yeni versiyalarda bu problem deyil. Biraz belə titrədir. Titrətmə də odur ki, kameraların təbii ki, müxtəlif şeyləri var və buradan bağlayıb aça bilirəm. Maraqlı. Yəni, hər cür anormal şeyləri yoxlamaq bizlikdir də. Yəni, səyahət moduna qoymaq lazımdır bu arada bunu, yoxsa alınmır. Təbii ki, burada maraqlı bir məlumat olacaqmı? Gələcəkdə belə bir şey olacaqmı deyə düşünsək, məncə 100% olacaq. Qoyumu bağlayayım. Dınq. Amma bu dəqiqə bu texnologiya buna uyğun deyil təbii ki. Birincisi gecikməsi var. Bəlkə də Apple Vision-la bunu eləmək daha rahat olar. Amma o da istər-istəməz gecikməsi ola bilər. Belə bir şey niyə yoxlayıram onu da bilmirəm heç. Yəni normal olmadığımı bilirsiniz onsuz da. Amma əsas odur ki, eləmək olarmı? Olar. Bunu yoxlaya bilirim. Məlumatı biraz dondurur, amma beyin oxuyur dostlar. Mən təxmini raşotumu götürürəm ki, bəlkə də 1 saniyə falan gecikmə var. O 1 saniyəndə özüm tamamlaya bilirəm. Yavaş-yavaş irəliləyirik. Buyurun. Keçin. Buyurun. Keçmirsiniz. Keçin. Yəqin ki, amma elə bir ki, mən koram. Amma azdan çoxdan görürəm də, yəni kor deyiləm ən azından. Məlumatları da asan görürəm. Bu 9 bura dönəcək yəqin ki. Niyə belə bir şeylərimi özüm də bilmirəm. Amma eləyirəm. Əsas odur ki, nəticə varmı? Var. Burada məlumatları görə bilərəm, notificationları görə bilərəm, başqa nə görə bilərəm, başqa heç nə, uzun ömür can sağlığı görə bilərəm. Bax, o məsələ qaçdı. Görsə elə Latokazada düşəndə ani HUD gedir və sonradan qayıdır. Yəni, Latoka düşmədikcə hər şey qaydasındadır. Latoka düşəndə vəziyyət olur gül kimi. Ona görə çalışın ki, belə HUD-la, zadla gedib eləyəndə, ümumiyyətlə, bunu həyata boyu olsa heç kim yoxlamayacaq. Bir mən yoxlayaram yəqin ki. Tık, bunu bağlayaq. Amma qonş nətərsə, canbaş nağarsa, belə də yavaş-yavaş qırıya. Elə ona baxıram, görüm nətərdir, gedirmi? Yaxşı da görəm olsa. Yox. Nə canlı video? Hələ kameralarda hər yeri görürəm. Belədir ki, mən hamını görürəm, amma hamı mənim gördüyümə şübhə ilə yanaşır, 100%. Buna da əminəm. Çünki mən də olsam qabaqdan heç nə görünmədiyinə görə normal yanaşaram ki, bu nə qayırır, bu dəlidirmi, bu başına dəmiri taxıb da hara nə qayırır? Biraz ləngimə var, biraz FPS qaçır. Normaldırmı? Normaldır. Amma məsələn, burada görürsünüz, çıxılı əsmələr var, adamı çaşdırır. Adam bilmir, hara gedir.
Amma eləmək olurmu? Olur. Ən azından bunu yoxladım. Təbii ki, bunu dediyim kimi yoxlamayın. Mən bekar dayanmağı sevməyən biri kimi belə şeyləri yoxlamağı özümə borc bilirəm. Buralar dəlixanadır ümumiyyətlə. Heyo. İş oradakı mənim yəqin ki, gördüyümü heç kim görmür. Hə? Bəlkə də görür, bilmir. Gördüyümü hardan görə bilərlər ki? Kameraların ötürdüyü məlumatlar gələcək dövrdə yəqin ki, yaxşılaşacaq. Ondan sonra bu texnologiya məncə real həyatda da istifadə olunacaq. HUD OS da var, yəni ki, müasir kaskların bəzilərində HUD texnologiyasının istifadə olunur, amma birazdan yəqin ki, tək HUD texnologiyası yox. Heyo! Görürəm. Да, там оттуда все видно. Da. VR-da kameralar var hər tərəfdə. Rahat görə bilirəm. Там еще и камера. Там же камера. Интересно, да, все равно? Da. Hə? Nereye gidiyorsun? Hə, heç nə, buradayam. Etraftan maşın geldi. Nə tərsən qoş? İşdə nə tərsən? Sağ ol, sağ ol. Gel yaşın aktattın. Kiminlə yarışsınız? Sen de. Nə? Ehtiyatlı olun. Sen de bunu bana atacaksın. Böyle görək dönsə. Belə, VR-la da yoxladıqdan ən azından ölmədik, bu günü də gördük deyək. Yəni ki, VR-la da nəyi yoxladıq? Yoxladıq ki, görək nə qayırıq. Belə, videomu bəyənib paylaşmağı, şərh yazmağı unutmayın. Növbəti videoda görüşənlərə sağ olun, salamat qalın.